Herkese salam dostlar. Bugün neçə vaxtda video çəkmirəm gördüyünüz üzrə. Bugün dostlar Age of History 3 oynuruq. Təkcə indi Age of History 3 videosu gəlməyəcək. Age of History 2 videosu gələcək. Ancaq dedim mən Age of History 3-dən başlayayım. Mən çox oynamışam. Məsələn bu Türkiyəni 2638-ə qədər oynamışam 2022-dən və bütün dünyanı demək olar ki fəth eləmişəm. Hətta göstərim ben sizə. İlk dəfə mən bütün dünyanı fəth etmişəm. 10 milyon şeyim var. Gördüyünüz üzrə bütün dünyanı fəth eləmişəm. Yəni çoxlu eləyirəm, yəni çox. Bugün yeni bir oyuna başlayırıq. Neçənci ildə desəz mən 1440-da başlamışdım axır dəfə 2-ci Muradın dövründə. Dostlar, bugün nə ilə başlayırıq? Hansı ölkə ilə? Bugün sizin üçün Azərbaycan dövləti ilə başlayacağam. Əslində Türkiyə ilə başlamışdım mən ilk dəfə. Azərbaycanda bir də dostlar, bəzəniz bilər də Kerəm Yılmaz. Ondan öyrənmişəm oyunu. Kimdən öyrənmisiniz desəz. Dostlar, bir də mən bir şey deyəcəm. Yəni Kerəm Yılmaz kimi zad yəni çox əfsanəvi də qoymayacağam. Yəni mən o çox asan da bilirəm. Yəni çoxunu şey deməyin ha. Agresivlikdə dostlar, agresivlik çox gedirdi. Ona görə də mən ona həmişə çıx yüzə qoyuram. Və Azərbaycan, İlham Əliyevin etdiyi bu Azərbaycan şəhəri bir vaxtlar bəlkə də Turanı quracaq bir adam ola bilər. Yəni ölkə də ola bilər. Ölkə olacaq, səhv dedim. Tamaşacım sərbəstdir, siz yorumlarda yazarsınız da nələr ola bilər, nələr olmur. Yəni mən sizə bəzən şeylərdə sual verə bilərəm. Sualı cavablandırın. Onda Azərbaycanı çəkəcəm. Gələn dəfə əgər bu videoya 20 like gəlsə, mən sizlə birlikdə Azərbaycanın elə bir şey nədir? Age of History 3-də Azərbaycanın ikinci bölümünü çəkəcəm. Birinci bölümündə çox yer eləyəcəyik və çox ölkə ilə də şeyimizi bərqləyəcəyik. Yəni çox sözün qısası, yəni sözü uzatmayayım. Sözün qısası başlayaq oyuna. Bəli. 17.000 ordu ilə başlayırıq. Hansı şeyləri bizdən uzaqları məncə seçməliyim dediyimə görə. Yəni çox şey eləməyik də. Yəni nəysə. Biz yavaşdan üstünlük xallarımızı verək. Mən üstünlük xallarını qızıla verirəm həmişə. Nəysə, sonra başlayaq məsləhətçi. Məsləhətçimiz qoyaq təzə. Məsləhətçi üstəgələklidir. Baxın, hələ bir başqa üstəgələkli var. Yox. Onda yenilikçi. Yenilikçi də ən yaxşı budur. Bəli dostlar. Onda yavaşdan ilk saldıracağımız hara desəz, burada kim var? Ermənistan. Ancaq ondan əvvəl Türkiyəyə bir şey baxmaq istəyirəm Türkiyəyə. Biz indi Türkiyəyə hədiyyələr yollamalıyam ki, Türkiyə indi şey eləməmiş, mən tez ondan müttəfiq ola bilim. Müttəfiqlərə baxanda Türkiyə müttəfiq deyil. Mən müttəfiqəmmi? Bu mənim. Yəni indi dünyada heç kimsə müttəfiq deyil. Hamı bundan sonra müttəfiq olmağa başlayacaq. Mənim müttəfiqim gördüyünüz üzrə heç kimsə yoxdur. Qonşu sivilizatsiyalar var təkcə. Türkiyədə də qonşu sivilizatsiyalar. Yəni mən bu da ittifaqlıq sizə göndərsəm olmayacaq hələlik. Ona görə hədiyyələr göndərib. Heç Türkiyəni özümüzə qatıram ki, böyük ölkə, məsələn İran zat döyüş şeyləsə, mən oranı qazana bilim. Ona görə də şey eləmək lazımdır. Dostlar, bir də o Kerəm Yılmaz oynayanda belə basan kimi 5. Orada elit nəsə ordu çıxardanda bir dəfə basanda 5 dənə gəlir. Məndə niyə bəs o elə gəlmir? Müdafiə paktı göndərim. Diplomatik hallarım çatmır. Nəysə, heç olmasa bunları bir dəqiqə şey deyim. 6. Nəysə, mən 6'ya belə göndərim çox. Pulumuz çatmır. Niyə demədiniz? Sağ. Dostlar, bir də mənim abunəmi artırın. Mən də day sizin kimi çıxım canlı yayınlara da. Niyə abunə olmuşsun həbçi? Abunə ol, nə? Göndərirəm Ali.
Türkiye özünə. Tapacaq kəsin. Və dost seçib məni. İstəyən altı olur. 96. Bu savat deyir amma bunu niyə belə atırlar bunlar mən? Ham niyə mən rəqib seçir? Dünya bütün elmə rəqib seçdi. Mən hələ işimiz rəqib seçməmişəm. Evet, anladım. Tamamdır, başlayaq. Türkiyənin özü göndərdi mənə müttəfiq listə. Yəni dost ölkə, yəni belə deyirlər, dostlar günündə tanır. Yəni qəşəng. Gələ görək. Sağlıqlı yarandı mı? Müttəfiqlik niyə gəlmədi? Müttəfiqlik istəyə atmadı Türkiyə mənə. Peki mən qəbul eləmədim onu. İttifaq. Qəbul olundu. Bəli dostlar. İndi ittifaqla Azərbaycanla Türkiyə arası 2050'ye qədər, yəni 26 illik bir şey başlayacaq. 107-ci sıradayıq eğer. Neyse, indi çox şey eləməyək. Ermənistana savaş elan eləsəm, yanında Kıbrıs gələcək. Kıbrısın da gələcəyi yollara rədd kim? Kıbrıs ya Suriye'den ya da Türkiye üzerinden gələcək Ermənistana. Baxım görüm. Suriye'nin şey var. Suriye deyirəm, Kıbrısın. Kıbrısın hansı yerin üzerinden keçmeye şey var mı? Hiç özüm de bilmirəm. Türkiye'nin şimdi ben bir dənə istek göndereceğim. Görüm qəbul edir. Hələ belirəm. Tamam, qəbul elədi. Hücum etməmək paktı da göndermək istəyirdim ki, yoxmuş. Neyse. Belə. Şimdi də dostlar. İndi bəli. Mən bir şey diyeceğim evdə. Marağına bir şey deyə bilərəm. Müharibəyə bassam. Belki ittifak deyir. Neyse dostlar, çox şey deməyək. Başlayaq yavaşdan ordu basmağa. Gözəl ordular basaq. O basayım. Vilayetimiz yeni ordu zaten. Vilayet seçin. Şəki. Şəkidə belə bir göz gözlərim müasir piyadalar. Təxmini bir 83 tane basmalıyam da en az bir. Orada ver aşağı edim. Orada buldum. Araştırmanı ki daha güzel bu gelsin. Yeni orada vilayet Şəki. Pul çatsın da aday. Sonrası 50 olaq. 3, 30, 33 tane olmalı değil. Şey çatmır. Oynayan profesyonel oynayanlar varsa yani dibine kadar bilenleri deyə bilər mən. Yəni ki bu redaktor var orada eli giriyor mesela formalaştırmaq üçün, şəkilləndirmək üçün. Mesela Azərbaycanı böyütdüm, Turan birliyini qurdum. Mən indi o Turanı necə qura bilərəm yəni? Turan şəkilləndirir mesela Osmanlının adı. Onu necə eləyə bilərik? Bir dənə yorumlarda yazabilirsiniz. Baxım görüm qayıt da yoxsa 1 saatdə danışıram mən. Çünki qorxuram ki birdən şey deyirəm. 1 saat çünki danışıram da. 2 dənə qaldı. Tamamdır. Bir dənə son. Bir içeride. Ordumuz, yeni ordumuz hayırlı uğurlu olsun dostlar. Yeni ordu kuruldu. Neydi? İndi bunu göndereye Bakıya. Belə birləşdir. Gedək Xocavəndə. Yəni bir şey demək istəyirəm. Mən buradan Naxçıvana gedə bilirəm. Buranı almalıyam. Zəngəzuru almalıyam. Rusiyada qoymadı ki, rahatalıq. Mən müharibə indi seçsəm Kıbrısı gələcək. Yəni nəysə də. Savaşımı elan eləyirəm. Azərbaycan, Armeniya. Bəli. Siz bizim 2020'de
Ermənistan deyirəm 2020-də götdünüz bizim Qarabağımızı aldınız. Biz də indi sizi alırıq. Gəl nə bura. Kramoyna paytaxtda yeriyirəm. Gəlin, gəlin. Aldıq Ermənistanı. Alanmadı. Bir dəqiqə. Buraları boşalt. Ulduz ilə bizim ala biləcəyimiz yer 27.8 olsa biz hamısını ala bilirik. Ancaqlamırıq. Ona da mən bunu almalıyam ki, Naxçıvana keçə bilim də. İranla bütöv kəsdim indi onun arasını. Gürcüstanla da kəsdim. Və Türkiyə ilə də kəsdim. Bizim içərimizdə heç bir yerə qaça bilməyən bir şey olacaq o. Bəli. Sadəcə Vardeniz. Hatta sadəcə ora qalıb. Bizə elədiyi o Şuşanı alıb, hətta Füzulini alıb dağıtdığı indi burada olacaq. Başlayaq indi hansı ölkə ilə? Yəni Azərbaycanla başladısa ilk Gürcü Ermənistana. Ermənistanı da alacaq. Daha sonra isə Gürcüstana. Gürcüstan da alandan sonra Osetiyanı. Daha sonra isə Abxaziyanı. Daha sonra isə dostlar Türkmenistanı, Özbəkistanı. Daha sonra isə belə İraq, Suriyə, axırda da İran gelir. Yəni belə eləyəcək dostlar. İndi biz formalaşma gözləyirik dostlar. Mən heç nə qoyamıram burada formalaşmada. Mənə formalaşma lazımdır. Nəysə dostlar, çox danışmayaq. Sözün qısası 2036-nı gözləyənmərəm mən. Hətta ürəyim partlayar bu dəqiqə. İstənirəm. Gürcüstan bizim şey Republic of Crimea. Yəni Crimea Respublikası. Crimea harda ki bu? Crimea. Bu. Kırım. Yiyirsən Allah. O hələ birinci buradan girəcək də, yox hələ bir miniş var. Amma yenə də dostlar, mən Gürcüstana 474 günlük bir casus və Crimea Respublikasına 515 günlük bir casus göndərdim. Yəni 2 nəfər bir onları gəzib tapacaq ki, yəni mən Gürcüstana elə bir girməliyəm də, yəni. Məsələn, mən Türkiyənin içində köməyə çağıra bilərəm. Amma mən bilə-bilə çağırmıram. Niyə? Çünki mən ona kömək eləsəm, o sevinəcək, mən də. Amma o mənə kömək eləsə, onun şey düşəcək məndən ki, mənim ordum gedir deyə şey eləyəcək də o arada. Ona görə də dostlar, nə eləmək lazımdır? Diqqətli olmaq lazımdır. Və Gürcüstan və Crimea Respublikası şey bitdi. Onda yavaşdan başlayaq Gürcüstana. Gürcüstan 16.000 əskər var, 30.000 də. 30.000 heç. 16.000. 16.000. Qan. 16.000. Nəysə 16.000'i keçdim. Crimea'da da 17.000. 16, 17 elədi dostlar. Neçə edirdi? 33.000 yordum. Məndə də 50.000 yordu. İndi bu tez olsun da bir də dostlar. Lukas Zakowski. Bu necə? Bu vaxtı məsələn dayandırmışam. Bu gəmi buradan nətər gedə bilir bu dəqiqə? Onu yaxşı eləmir. Onunla bax bir balımı qırmızı tanımışım. İndi Bakıya aparım bunu. Tezəlli olsun. Gəncəyə yollayım səni. 2036 olmamış. Mən Gürcüstanı tez almalıyam. Hadi lan. Türkiyəni çağırıram. O yanında Crimea Respublikasını çağırdım. Mən də Türkiyə Respublikasını çağırdım. Azərbaycan və Türkiyə Respublikası Crimea Respublikası ilə Gürcüstana savaş açacaq. Açıb yəni fırça. Aldıq fırçamızı, rənglədik. İndi sadəcə sərbəst modda izləyirik. Türkçə
Hə, Türkiyə məndən tez elədi ki, hazır. Bəli, Gürcüstan artıq olmayan bir ölkədir. Yox, olandır. Hə, indi Türkiyə buraları aldı deyənə məndə biraz problemalar yarandı. Mən Azərbaycandan şey qoymam lazımdır ki, eləyə bilim də nəsə. Bunun Rusiya ilə şeyini kəsməliyəm. Hə, tamam. Ama olmadı biraz. Olsun. İndi dostlar, elə bir şey qurdum ki burada. Biraz qəribə oldu bilirəm. Türkiyədən gerək keçməliyəm. Olsun da nə olacaq? Biliyorum deyə buradan gedək. Sadəcə Türkiyənin mənə baxır. Bir də Osetiyanı görür. Və 2035-dir. Türkiyəni çağırmaq biraz yaxşı oldu. 2 avqust. Bəli, 2036-cı 2 avqustunda eləyəcək. Ona görə də mən indidən Tbilisə gedim və Osetiyanı oradan uzaqlaşdırım. Osetiyanı Türkiyəni çağırmazsan da bir şəhərliyə. Allah. Osetiya alındı. O indi Abxaziyada tez alım mən. 2 avqustdan oranı almalıyam mən. Ermənistanı. Gürcüstan. Elə mini var. Sen orada savaş yansım yanınıza hiç kimse gelmeyecek. Kardeşinin elinde tez savaş yalan edeyim ve girim paytaxtınızı alın. Wipe'landırırız lan. Tamamdır. Dank. Tamamdır. İndi Ermənistan yanına sürətli bir halda getməliyəm. Tamamdır. Çatdıq son anda. Müharibə. Son bir şəhər qaldı. Adam Ermənistan'da bir şəhər qaldı. Kıbrıs gelene kadar minir oldu ya Kıbrıs. Gel hadi tamam sana da biraz şey verim. Tazminatıma da. Deməli, ordumuzun biraz dincəlməyə ihtiyacı var. Onu da dincəlməyə yaparım sizin. Dincəlin. Bəli dostlar, indi Gürcüstan'ı alacağım. Zaten sonra Türkmenistan. Niye Türkmenistan? Çünkü Türkmenistan çok güçsüz bir devlettir. Hatta size gösteririm. Casus gönderirim oraya. Casusda indi biləsiniz də, yəni indi mən casus gələn sonra biləsiniz də nə qədər şey var, mən də biləcəm. Din dönüşümlərini eləmək yadımdan çıxıb. İllər boyu Ermənistan'da illər boyu bilmirsən ki, Ermənistan Azərbaycanın əlindədir. Nəysə. Tamamdır, Türkmenistan bitti. Türkmenistan savaş açmayacağım. Bax 23 min, yəni 23 min ordu qura bilər. 13 min alayı. Yəni 23 mində sayısız yəni 36 min. Məndə də 50 min. Mən bir dənə girsəm dağılacaq. Hərbi imkanım qutardı. Sen niye 29'a salmışsan ya onu? Bizim niye şeyimiz azalır ya? Gönderin biraz. Armağan şey bunlar olsun hem de. Şöyle. Tamam bir şey. Eğer bir talep edirəm, təklif edirəm. O mənə görə, o mənim üstümdən gedə bilər, mən də onun üstündən. Sivilizayaları müqayisə etdikdə, baxaq. Mən 38-ci, o 15-ci. Mən 555, o 772. Mənim vilayətim 18, 12 75. Mənim əhalim 14 milyon, 15 milyon, kəşdə 1 milyon. İqtisadiyyatım mənim 163, 12 552. İnstruktor nədir? 5. Məndə onda 26. Tikilmiş binalar məndə 20, onda 18. Bizdə çay olur, onlarda yun. Siviliza texnologiyalar 82, açılmamış. Onda 83.
2'də 60 0 məndə. Bizdə. Onlarda 1. Üstünlük bizdə 4, onlarda 6. Şeyimiz yoxdur zaten. Maksimum işçi qüvvəsi bizdə 112.000, onlarda 86.000. Alayların limiti bizdə 118, onlarda 83. Nizam intizamı bizdə 75, onlarda 70. Döyüş bölgü bizdə 32, onlarda 34. Aqressiv genişləmələri bizdə 29, onlarda 0. Müharibə yorğunluğu bizdə 0, onlarda da 0. Paytaxt bizdə Bakıda, onlarda Ankara'dır. Paytaxt bunu bilmənədir. Hərbi akademiyası 0. Və bunlar da 0'dır. Bəli. Bizdə parlament respublikasıdır. Onlarda isə prezident respublikasıdır. İkimiz isə sünniyik. Oxşur. Nəysə. Gözürüm. Nəysə. Gözürüm. Bir də dostlar, video nə vaxt qutarar desəz, Gürcüstan alacağım. Türkmenistan alacağım. Burada bitəcək video. Burada sonlanacağım. Çünki videonda yəni quruluşu var da, yəni. Videonun bu quruluşu olmalıdır. 20 dəqiqəlik video çəkirəm mən. Yarım saat olmadı video, yəni 10 dəqiqə daha çəkəcəm. Gözürü 2041-i. 2041 8 dekabr. Yəni 2042 elədir. Denən 2042-də. Din dəyişimləri əldə bitməyib. Ne bileyim. Tamamdır. Gürcistan'la şeyimiz bitti. Getdik. Hatta Türkiye'ni çağırmıram mən. Türkiye'ni çağırmıram. Sen kimi çağırasın? Krimeyanı çağır. Mənim üstümdən elə bir gedə biləcək. Geri Türkiye'nin üstündən geçsin de o. Biraz buranı ağız. Krimeyanla önünü bağlamışam diye. Şey olacaq da. Oha. Krimeyanı mənim üstümdən keçmə haqqını kim verib? Hə? Özü gələ bilər axı. Savaşdı. O da mən. Rusya bizə bir armağan göndərib. Kondrati Leonidov. Qəbul. Gözəl, qəbul. Qəbul. Buranı. Yəni bu. Mən ordularıma əmri verirəm. Gedib alacaqlar. Nasıl bu? Mənim 17.000 ordum, 18.000 ordum qalıb. Tez bir zamanda buranı almalıyam. Ordum az qalsın bitəcək. İndi ordu basmalıyam. Tez bir vaxtda ordu basmalıyam. Tez yeni ordu, vilayət, Gyumri. Müasir piyadalar doldur. Tez. Doldur. 127 dənə azı ordu qura bilirdi. Ona görə də 50 buradan qurum tez. Ordunu düzəldi. Şöyle hiçbir olmazlar. Tamam. Sen bura. Sen de bura. Birleştireyim. Tamamdır. Tamamdır. Gelmediler. Tamam. Olmadı. 2044'te, 2050'de Türkiye'nin şeyimiz bitecek. Sonra bəli. 100.000 ordumdan gedirəm Türkmenistan'a. Yani video bilərsiniz, yani çok az oldu. 30 dəqiqə deyildim, 23 dəqiqə oldu. Ondan sonra da başka şeyler yani ne bileyim. Neyse de neyse videoda biraz tez bitmiş olar hem de. 30'dan aşağı. Elə mi? Bu da. İran'a səfçənə. İran'a tez bir vaxtda altınımın çoğalmasını verməliyim. Çünki səfçənə bastım 99 öldü adamlarda. Adamlar ilə mən savaş eləyə bilərlər. Bu dəqiqə istəsələr girərlər ölərəm. Çünki mənim gücüm yoxdur. Bu dəqiqə mənim gedib onlara girməmə. Bir dəqiqə. Mən onlara bir dənə baxmışam.
Mən bir tek onları savaşamışım. İraq gələcək. İraq. Irak'a mən bir dənə casus. İran'a bir dənə casus. Əgər İranın şeyi azdısa, ordusu, mən onlara net bir dənə şey göndərməliyəm. Zalım yox. Gəlir çox azalıb. Gəlir çox azdır dostlar. Gəlir çox az çünki din şeyi var. Din qıtlığı var. Bəli. Nəysə mən Türkmenistanla halımı pisləşdirirdim. Bir şey. Tacikistan, Özbekistan var deyəm. Mən də Türkiyə insanıyım. Da gözlə Türkiyənin şey olmaz ya məndə. Hərbi giriş də verirəm. Orduma əmri verirəm. Orduma əmri verirəm ki, gedib bütün Türkmenistan torpaqlarını dünyadan silsin. Tamam, Türk orduları da alır. Mən bir baxıram ki, azdı yox. İndi baxıram mənə. 1, 3, 4, 5, 6, 8. Alamıram elə. Mənə lazımdır çoxlu. Nə qədər lazımdır bir dəqiqə? Baxın. Buza keçsək. Bir dəqiqə indi. Bir hesablama gedəcək burada atca. Yəni biraz vaxtınız gedəcək. Dokuz, 12, 3, 15, 16, 1, 16, 9, 19, 9, 22, 20.2, 24.2, 28.7, 36.6, bunların ikisiyle de 45.4, 45.4, 45.4, 45.4, 53 ulduz. Bakın bunlardan. 53. Bu da 57.1. 57.1 yoktu. Bende 57.1 olmalıdır. Daha doğrusu bir dakika. İndi İran şey geldi bize. İranlarda 62 bin. Bizde 100 bin. Tamam. Iraklarda 26 bin. 88 bin. Yani 88 bin ordu gələcək qabağımıza. Biz de 100 bin ordu Türk ordularına darmadağın ederim. Hemen İran. Onda İran'ın bizde işi kalmayacak. Tacikistan ana. Şimdi Tacikistan ana. İndi bir dəqiqə. Mən ordularıma əmri verirəm. Buradakı tüm Tacikistan və Özbekistanın bir şəhərə ait alınsın. Al. Tamamdır. İndi bir şey qalmadı. Baxaq. Evet. Sarı mecburi Türkmenistan tamamını almadı. Ama geri dönəcək. Ona göre de alaq yavaş yavaş. Bir dakika alabiliriz. 4.3'lüyü alamayız belli. Onda 4'lüyü alaq. Ya da buranı almayıb. Buranı ala bilərik. Bəli. Bəli. Türkmenistan sadəcə belə qaldı. Paytaxtı da dəyişdi. Ordularımızı Bakıya çəkək. Və 2 ildən sonra Türkiyə ilə şeyimiz şey olacaqdı. Yəni biz Türkiyə ilə ittifaqımızı yeniləməliyik. Demək istəyim ki,
He. Sen ikisinde de ikimiz de şeydi diye dedim ha korktum şu bu ne de. Şimdi işlemleri başlanmasın tez. Din dönüşümlerde tutarımızı sen Allah'ı Ortodoksun uygudan Allah'ı gol gaysi Marneuli. Mesela niye bilasız. Bunlar niye kurtarmıyor minildi. Kartın. Simülasyon işleri kurtaracağım diye. Kimlərdə olacaq sən Allah. Kimlərdə olsa mən də qurtaracağam. Tamam, simülasyon işte. İlham Əliyev öldü. Bəli. Çox pis bir xəbər. Salman Alcanov oğludur. Neyse. 25 yok 28 yaşında taxta getdi. Evet 25 yaşında prezident olan bu prezident baxaq görək bizim üçün İranı fethederken ve Türkiye'nin olarken neler edebilecek? Şimdi ittifak et. İttifak et. O heç bazı değeri olmaz değil, mesafede olmaz. Hükümet olmur değil, münasibətlər 38, agresif genişleme 28.8 aşağı olmalıdır. Bizimki neçədir ki? 38. 10 olmalı. Deyir ki, 10 olsa mən sizi qəbul edirəm. Axı 28.4 aşağı düşməli deyir. Onda. Aynı səs qutadı 2050-ci ilin 12 noyabr. Mən tez bir zamanda yeni dövr xoş gəlmisiniz. Xoş bulduq. Niyə dedi? Neyse. Hökuməti də artırmalıyım. Paytaxtı inkişaf elətdirəm. Artıq 12 noyabra qədər gözümü mart, fevral, mart, aprel, may, iyun, avqust, sentyabr, oktyabr, noyabr. Bəli, ittifak başa çatdı. Bu baxın ki, ittifak qəbul olmayacaq mı? Yox. Bazı dəyəri nədir dostlar? Məsafə, münasibətlər. Bir dəqiqə. Münasibətlər. Bir dəqiqə. Münasibətləri yaxşılaşdırmalıyam. Qızıl çatışmır indi də. Özünə bir dənə. Dostlar. Özü göndərdi ittifaqlıq istəyi. İttifaq. Bəli, Türkiyə ilə təkrardan bir ittifaqlıq oldu və bu da özü göndərdi. Mən göndərmədim. Yəni 26 illik təzədən bir, yəni 27 illik anlaşmamız var. Bəli, İrana az sonra böyük bir zərbə gələcək. İrana böyük bir zərbə. Allah bizə şey versin. Döyüşlərdə gözəl şeylər versin. Və mən burada bilmirəm indi doğrunu eləm, səhv eləm. İnşallah olar çünki mən burada şeye verəcəm. Və burada bunu da müdafiə xətti yox, yan manevri yox, illi hücuma verəcəm. Baxın dostlar. Onlar əslində gəlsələr, mənim özüm belə verərəm. Bəli. Onlar gəlsələr, mən tez bunu dəyişdirərəm. Ona görə də indilik illi hücuma qoyuram. Onlar yəni hücum eləyəcəklər, bilirəm. Onlar hücum edəcək, amma yenə də mən illi hücuma qoyuram. Tehranı alacağım. Türkiyə. Gəl. Qazamız mübarək olsun. Başlayaq. İndi də vaxt keçdi, neyse. Deməli, İraq ordular gəldi və onları darmadağın elədik. Oba, qəşəng. Qəşəng dava çıxdı burada, dava. Elə bir davadır. Hadi. Azərbaycan orduları hara gedirsiniz? Yenə çıxqan şəhər üçün. Gör, 100 min sən, 67 min əskərin qalır. Çəkilirsən elə saniyəsində. Türkiyə orada can verdi burada. Yunanistan təqəsən.
Ne aldıq, ancaq tamamlayıq. Baxaq görək nə qədərini almışıq. Yəni girəcəyik. Güney Azərbaycan alınacaq. Mesela Urmiya alınaydı. Necə qoymaz? Urmiya alınıb. Ne kadar yani belə də. Sıfırlar. Teşrif olma. 6.9. Urmiyanı da almaq lazımdır. İndi ulduzlara keçək. 2.5'e ait heç nə yoxdur burada. Mən istəyirdim ki, Təhrana çataq. Tehranın dibində qaldıq. Mən istəyirdim burada Türkmənistan tərəfindən birləşim. Birləşmə də olmadı. Neyse. Burada yekunlaşsın dayanağım. Belə oldu. Ordularımız yenilənsin. 2053. Mən tez ordularımı buraya göndərim. Yolda hem de ordular öz-özünü artır. Uzun yolda. Biriksin ordular. 2054'te Türkmenistan bir savaş gerçekleşecek. 2054'ün özde yanvarı o dəqiqə. 24 yanvarı. Son bir gün. Bəs. Tamamdır. Müharibədə Türkiyəni çağırıram və orduma bu böyük əmri verirəm. İndilik Türkmenistan'ı alsınlar. Benim ordum. Türk orduları da Tacikistan. Bir dakika. Səhv elədim. Bağla. Söndür. Orduma əmri verim. Bəli, indi biz buraları alacağıq. Paytaxt Sayatdı, bəli. Niyə alınmadı paytaxt? Paytaxtı verdim axı paytaxtı alaq. Tamamdır. Türkiye alınır dostlar. Mən niyə o bir ölkələr alamıyorum? Kerem Yılmaz alabilir. Çok Kerem Yılmaz'a bağlamayaq. Bəli, Türkmenistan dünya tarixindən darmadağın edildi. Bəli, Türkmenistan artıq olmayan bir ölkədir. Ancaq ben buradan bir saat deniz üstünden gelirim. Neyse. Ama bu görüntü süper bir görüntüdür. Təbriz bazarının olduğu o güzel yer. Neyse dinləri birdən sünniyə gətirək. Neyse dostlar, burada videomuz sonlansın. Burada videomuz sonlanır. Yorumlara yazabilirsiniz ve bir dakika hara gitti o. Onda dostlar yavaştan sağ olun. Sağ olun gene deyirəm. Və sağ salamat qalın. Gələn bölümdə görüşərik. Sağ olun, salamat qalın.